Doktor, hamiləlikdə intim yaşayış olmalıdırmı? Hamiləlikdə intim yaşayış hamiləliyin erkən srokunda bir qədər təhlükəlidir. Fərdi olaraq orqanizmin həssaslığından asılıdır. Bu cəhətdən 12 həftəsinə qədər bir qədər məhdudlaşdırılsa daha yaxşıdır. 14-16 həftəsindən sonra intim yaşayış hətta olarmı sözünə nəinki olar, vacib desəm biraz düzgün çıxmaz, yəni olmalıdır. Nəyə görə? Qadının psixoemosional vəziyyəti intim yaşayışda çox normal olur. Qadın özünü xoşbəxt hesab eləyir. Xoşbəxt psixoloji vəziyyət yaranır. Ona görə də onun psixoloji sferası normal olduğuna görə bu dölə ötürülür. Qadının əsəb sistemində olan oyanıqlıqmı, xoşbəxtlikmi, əsəbilikmi bunlar dölə ötürülür. Qadının da belə xoşbəxt olması dölə xeyirli olur. Sinir sisteminə, neyronlarının inkişafına daha müsbət təsir edir. Ona görə bəli, intim yaşayışın olması hətta vacibdir.